Assalamu aleykum əziz izləyicilərim. Deməli gəlmişəm turnika məşqə. Bir vəziyyəti danışacağam sizə. Görürəm 5-6 nəfər uşaq var orada. 10-15 yaşları var hardasa. Nəsə bunları gətirdim, motivasiya verdim, dedim, güldüm bunlarla. Dedim ki, qarşı turnik eləmək lazımdır. Hə, davay başlayaq. Bir nəfər də qayıtdı ki, mən eləyə bilmirəm. Dedim, nəyə eləyə bilmirsən, nətər eləyə bilmirsən? Yo, mən eləməyəcəm, mən eləyə bilmirəm. Sonra arxa, dala çəkilir də. Deyirəm, gəl bura, oyan, bir yana, dedik, güldük. Qarşı tullandı bu turnikə. Sizi inandırım ki, uşaq yəni bacarır da, faktiki bacarır. Prosta bununla məşğul olmaq lazım. Buna başa salmaq lazımdır ki, sən bacarırsan, sən eləyə bilirsən. Buna yəni ruhlandırmaq lazımdır. Buna poddeşka eləmək lazımdır. Başa düşürsünüz? Buradan sözümü tuturam valideynlərə, analara, atalara. Uşaqlarınızla çalışın. Yəni elə danışın ki, uşaq başa düşsün ki, bu nəyisə bacarır, eləyir. Eləyə bilməsə belə siz ona nabarot, yəni nabarot deyin ki, Allah superdir, alınır, necə alınmır, alınacaq. Bəzi atalar var, istəyirlər ki, oğullarını özləri necə olub elə görsünlər. Amma elə deyil. Yəni sizə deyim ki, elə deyil. Uşaqlar fərqlidir. Allah hamını bir cürə yaradır. Hamının psixologiyası fərqlidir. Yəni sən ola bilərsən ki, o vaxtı yavan çörək yeyib 5 kilometr gedəsən, amma bu uşaq elə deyil. Sən də istəyirsən ki, belə olmaq lazım, belə yox. Yəni joski olmayın. Çalışın uşaqlarla mülayim, gözəl şəkildə eşidə biləsiniz onu. Nə eləmsən? Nətər eləmsən? Belə olmayın da. Oğlum, gəl bura. Nə eləmsən? Niyə belə eləmsən? Belə lazım deyil yəni. Gözəl lazımdır. Başı salmaq lazımdır uşağa. Nətərsən oğlum, necədir zad? Ata məndə əla, alınmadı, sabah alınacaq. Sabah alınmadı, birisi gün alınacaq. Yəni yavaş-yavaş, gülə-gülə siz bunu həll eləyə biləcəksiniz. Başa salın uşaqlara, motivasiya verin. İndiki vəziyyət, hal-hazırdakı vəziyyət, psixoloji olaraq uşaqlar bax belədirlər. Çoxsu yəni internetlə bağlı, oyunlarla bağlı başları gedir. Uşaqlar bir cürədirlər. Ya danışmırlar, ya nəsə belə darmazit eləyirlər. Yəni uşaqlara nəzarət edin, fikir verin ki, sağlam sizə problem yaratmasın, problem yaşanmasın. Çünki siz əgər uşağa qayğı göstərməsəz, vнимание verməsəz, o uşaq o vниманиyanı, o qayğını başqa yerdən götürməyə çalışacaq. Oradan da ki, gələn vнимание siz bilirsiniz də, yəni. Oradan yaxşı şey gəlmir, qıraqdan yaxşı şey gəlmir adətən. Allah köməyiniz olsun, salamat qalın.